Ay cəmaat, gördüm başıya qar yağmır, əlimi üzdüm, mən də az getdim, üz getdim, dərə təpə düz getdim, gəldim çıxdım dünyanın axırına ki, qar olan yerə. Nəysə, burada da yolun qırağında bir dənə it gördüm, dedim biraz bu itlə oynayayım. Mahnı da itin yaman sümüyünə düşmüşdü ya. Burada da itlə şıdırğıc edirik. Burada da o itle oynamışdım ki, bir de gördüm ki, gedib dostlarını yığıb başını gətirib burada hücum çəkdilər üstümə. Başıma bir dənə oynaşdılar, inanırsınız. Güclə qurtarmışam əllərindən. Oynayıb bitirdikdən sonra burada özümü Hindistan qızları kimi hiss elədim. Biraz dedim özümü qarda yuvarlayayım. Beləliklə, amma gəlməyimin əsas səbəbi bu idi ki, xaricdə bahalı qızlar akım çəkirlər, qara atırlar ağızlarından sonra qəşəng bilek sıfırırlar. Mən də ondan çəkmək istəyəndə götürüb bu rəfiqəmi gətirmişəm özümlə. Birinci dəfə qarı elə atır, elə bil üzümə duz səpir. Nəysə, heç bir atışda bu qarı tutuzdura bilmədi bu qız. Burada qarı atdı, burada it imkan vermədi, yenə tutuzdura bilmədi. Mən də yenə arsız dedim ki, bu bileski çəkim yox, dedi, alınmaram ki, alınmaram. Nəysə, o birisi atışda da tutuzdura bilmir. Qarı atdı düz ağzımın içinə. Mən başım işləmir ki, bunu götürüb özümlə gətirmişəm. Deyirəm, bu tutuzduran olsa həyatda tutuzdurardı da, day dördüncü səfərə getməzdi. Nəysə, beləliklə burada alınmır. Axırda da o qədər uzandım, dedim cəhənnəm, tutdu qatı tutmadı ayran. Necə börəklərim sonu çəkmişdi. Nə olar deyib videonu qurtardım. Belə də ki, mənə lazım idi bu dağın başı. Videodan sonra 40 dərəcə qızdırmayla evə qayıtmışam. Gəldim, gördüm evdə buz, yazıq canım, xəstə düşmüşəm, çöldən bayırdan odun yığmışam, burada ocaq qalamışam ki, heç olmasa biraz isinim. Burada da yazıq canım, diyərim yanırdı, dedim biraz çay içim. Nəysə, bu da mənim belə qar macəralarım. Gələn videolarda görüşərik. Hələlik. Ay cəmaat, gördüm başıya qar yağmır, əlimi üzdüm, mən də az getdim, üz getdim, dərə təpə düz getdim, gəldim çıxdım dünyanın axırına ki, qar olan yerə. Nəysə, burada da yolun qırağında bir dənə it gördüm, dedim biraz bu itlə oynayayım. Mahnı da itin yaman sümüyünə düşmüşdü ya. Burada da itlə şıdırğıc edirik. Burada da o itle oynamışdım ki, bir de gördüm ki, gedib dostlarını yığıb başını gətirib burada hücum çəkdilər üstümə. Başıma bir dənə oynaşdılar, inanırsınız. Güclə qurtarmışam əllərindən. Oynayıb bitirdikdən sonra burada özümü Hindistan qızları kimi hiss elədim. Biraz dedim özümü qarda yuvarlayayım. Beləliklə, amma gəlməyimin əsas səbəbi bu idi ki, xaricdə bahalı qızlar akım çəkirlər, qara atırlar ağızlarından sonra qəşəng bilek sıfırırlar. Mən də ondan çəkmək istəyəndə götürüb bu rəfiqəmi gətirmişəm özümlə. Birinci dəfə qarı elə atır, elə bil üzümə duz səpir. Nəysə, heç bir atışda bu qarı tutuzdura bilmədi bu qız. Burada qarı atdı, burada it imkan vermədi, yenə tutuzdura bilmədi. Mən də yenə arsız dedim ki, bu bileski çəkim yox, dedi, alınmaram ki, alınmaram. Nəysə, o birisi atışda da tutuzdura bilmir. Qarı atdı düz ağzımın içinə. Mən başım işləmir ki, bunu götürüb özümlə gətirmişəm. Deyirəm, bu tutuzduran olsa həyatda tutuzdurardı da, day dördüncü səfərə getməzdi. Nəysə, beləliklə burada alınmır. Axırda da o qədər uzandım, dedim cəhənnəm, tutdu qatı tutmadı ayran. Necə börəklərim sonu çəkmişdi. Nə olar deyib videonu qurtardım. Belə də ki, mənə lazım idi bu dağın başı. Videodan sonra 40 dərəcə qızdırmayla evə qayıtmışam. Gəldim, gördüm evdə buz, yazıq canım, xəstə düşmüşəm, çöldən bayırdan odun yığmışam, burada ocaq qalamışam ki, heç olmasa biraz isinim. Burada da yazıq canım, diyərim yanırdı, dedim biraz çay içim. Nəysə, bu da mənim belə qar macəralarım. Gələn videolarda görüşərik. Hələlik.